uzun səslərə, yəni mətnləri oxumağa həvəsiniz olur? Məcburən oxumalıyam, çünki atıblarsa bunu açmışamsa oxumalıyam. Səs uzun olanda 2-yə atıram, həmən tez-tez qulaq asıram, vəsə. O yəqin ki, xarakterdən asılıdır. Məncə, əgər onu açıbsa dinləməyə məcburdur da, yəni cavab verməyə məcburdur. Sosial mediadan irəli gəlir, çünki TikTok və yaxud Instagramda videolar çox vaxt 30 və yaxud 1 dəqiqə müddətində olur və insanları buna öyrəşdirirlər və uzun səslər qulaq asdıqda, məsələn 5-6 dəqiqəlik səslər qulaq asdıqda onlara artıq uzun gəlməyə başlayır. Hətta bəziləri heç film belə baxa bilmir artıq 1 dəqiqəlik videolara görə. Məncə səbəbi əsasən bundan qaynaqlanır. Səbirsiz. Yəni hamı çox səbirsizdir, həddən artıq. Ona görə də uzun səs atanda bəzən günlərlə cavab vermirlər ki, sırf o səsə qulaq asmayım da, yaddan çıxsın. Onun psixologiyasından asılıdır. Nə deyə bilərəm? Səbirsizliyindən. Səbirsizlikdir. Həm də zaman bəzi çox dəyişib də. İnsanlarda necə deyim, psixoloji problem yaranıb. Mən şəxsən qulaq asıram. Uzun sözlü olsun, cümlədə yazsalar və kinoda olsa mən baxmağı sevirəm. Mən bir dəfə kitab oxumuşdum, adı Thomas Aleynik idi. Neçəsə bir hissəsi idi. 1-2 günə bitirmişdim 140 neçə səhifəni. Mənim üçün maraqlı yer. Bəzi insanlarda da onlarda həvəssizlikdən də, nə bilim, səbirsizlikdəndir ki, baxamırlar elə. Bu daha çox cəmiyyətin düşünürəm ki, bəzi məsələlərdə stabil olmaması ilə əlaqədardır. Yəni məsələn TikTokda ən çox qısa fraqmentli videolar olur. İnsanlar ona o qədər çox öyrəşir ki, artıq digər videolara, uzun videolara baxmağa hövsələsi çatmır. Bu artıq insanda psixoloji olaraq dəyişikliyə məruz qaldığını göstərir. Vacib olana baxıram. Baxır adamına da. Baxır neçə dəqiqə. 1 dəqiqədən artıq qulaq asmıram. Yəni niyə görə? Çünki məqsədə adətən heç vaxt səsli mesajlara qulaq asmıram. Promoy zəng eləyirəm. Çünki yəni qısa lakonik xoşlayıram da, belə deyək. Dinləmirəm. Bu elə uzun videolarda da keçərlidir. Əgər maraq dairəmdə olan bir videodursa, hə, sona qədər dinləyib baxaram. Amma əgər ilk bir neçə saniyədən sonra yəni başa düşürəm ki, yəni maraq dairəmə hət eləmirsə, baxmıram. O demək ki, lazım məlumat almır da ona görə.